Salam əziz şagirdlər. Bu video izahımda dəyər nəşrlərinin 10-cu siniflər üçün düşmüş sınaq üçün riyaziyyat suallarının izahını verəcəm. Burada əlavə olaraq bir dənə də sınaq var. Bunu da əlavə izahını verəcəm. Burada sınaq 10-cu siniflər üçündür. Başlayaq video izaha. Yəni sona kimi video izaha baxın. Çünki burada həqiqətən çox gözəl suallar var. Yəni sona kimi baxmaq məsləhətlidir. 57-ci sualda, yəni birinci sualda nə deyir? Kök altına 800 isə 2 kök altına 15. Belə deyək, burada bir dənə əlavə ekranı açım mən. Çünki bu sualları izahı müxtəlif cür verəcəm. Bax, məsələn, 57-ci sualı, yəni birinci sualda bu sualı iki cür işləmək olur. 800 şey 2 kök altında 15. Üstə gəlinsin 8 çıxılsın 2 kök altında 15. Aha. Birinci forması nədir bu sualın? İşte metodu nədir? Məsələn, bunu bir a'ya bərabər eləsəm. Sonra mən bunun hər iki tərəfin kvadrata yüksəltsəm. Birinci üsulu. Məsələn, 800 2 kök altında 15'in kvadratı, yəni birincinin kvadratı. Elə bir ki, buna mən tutarım ki, bir x kimi baxıram. Buna y kimi baxanda birincinin kvadratı, yəni 800 üstə gəl 2 kök altında 15. Sonra ikincinin kvadratı 8 minus 2 kök altında 15. Üstə gəl birinci ilə ikincinin hasilinin 2 misli. Yəni bir kökün altına yazmaq olar. Tutam ki, 2 vurulsun x, y olmalı değildi. 2 vurulsun 8 üstə gəl 2 kök altında 15 və 8 çıxılsın 2 kök altında 15 kimi baxacam. Bərabərdir. 2 kök altında 15'lər gedir. 8'in 8 gələn nə eləyir? 8'in üstünə 8 gələndə 16. Üstə gəlinsin 2 vurulsun. Deməli, bu tərəfdə də içəridə 64 çıxılsın 60. Elədi 16 üstə gəlinsin. 2 vurulsun. 64'dən 60 çıxanı 4. 4'dən kök çıxır 2. Elədi 20. Yəni cavab 20 deyil. A kvadrat bərabərdir 20'dir. Bunda olur A bərabər kök altında 20. 20'nin də 4 vur 5 kimi olur 2 kök altında 5. Cavab oldu 2 kök altında 5. Müəllim, mənə bu izah, bu hissə çətindir. Bəs ikinci izah nə cür ola bilər uşaqlar? İkinci izah belə yaza bilərəm. Burada bir məsələ var uşaqlar. Buranı təmizləyim. Yəni birinci izaha nə idi bu? Aha. Belə bir şeyə baxaq. Belə. Bax, 8 üstə gəl 2 kök altında 15. Bu 8'i mən nə yaza bilərəm? 5 üstə gəl 3 yaza bilərəm. 15'i nə yaza bilərəm? 5 vur 3 kimi. Digər tərəfdən yenidir. 8'i 5 vur 3 kimi. 5 üstə gəl 3 kimi. 5 vur 3 kimi. Yəni bunu əslinə qalsa bizim ifadəmizin açılışı bu formada olur. Yəni bunu öyrəşsəz yaxşı. Düzdür, bəzi hallarda bu ifadəni, belə bir ifadəni rahatçılıqla görmək olmur. Mən məsləhət görərdim ki, elə birinci üsul daha yaxşı idi, hər hansı bir a'ya bərabər eləyib. Amma ikinci üsul da yaxşı bir üsuldur. Məsələn, mən birinci ifadəni, bax bu qırmızı birinci ifadəni belə yaza bilərəm. Kök altında 5, üstə gəl kök altında 3'ün mörtərizə kvadratı. Düzdürmü? Açsam 5 üstə gəl 3, üstə gəl 2 kök altında 15. Üstə gəl. İkinci ifadəni də kök altında 5 çıx kök altında 3'ün kvadratı kimi aça bilərəm. Bərabərdir. Kvadratdan kök gedər. Kök altında 5 üstə gəl kök altında 3 qalar. Burada da kvadratdan kök gedər. Kök altında 5 çıx kök altında 3. Bunlar da gedər. Cavab qolar 2 kök altında 5. Yəni eyni cavabı almaq mümkündür burada. Keçdim ikinci suala. Yəni 58-ci sual.
A, C, D ve B nöqtələri bir düz xətt üzərində yerləşir. AC parçası CB parçasına 2 santimetr böyük. Gəl belə deyək. Məsələn, bunun üzərində də izahı vermək olar. AC, D, B nöqtələri bir düz xətt üzərində yerləşir. AC parçası CB parçasından 2 santimetr böyük. Fikirləş ki, AC parçası X-dır. CB-dən 2 santimetr böyük. CB gəl. Məsələn, CB X olsa AC 2X olar mı? Olar. Bu X olsa AC 2X olar. Sonra deməli bu CB'dən 2 AC parçası CB parçasından 2 santimetr böyük. CB X olsa AC X plus 2 olar. Sonra nədir? CD parçası isə AD parçasından 4 dəfə kiçikdir. CD parçası AD parçasından 4 dəfə kiçikdir. Məsələn, bunu başqa rəngdən göstərirəm. Baxın. CD parçası, bax CD parçası budur. CD parçası AD parçasından 4 dəfə kiçikdir. Yəni bura tutalım ki Y-dirsə, bura nə olur onda? 4Y. Düzdürmü? 4 dəfə kiçikdir. Sonra bizdən DB 6 cm. Bura 6 cm. Olarsa şəkil əsasən AB parçasının uzunluğunu tapın. Deməli, biz nə edə bilərik buradan? Nəticə etibarilə burada nəsdən qalsa tənlik qurmaq olar. Məsələn, AB parçası nəyə bərabərdir? X plus 2 üstə gəl X-a. Eyni zamanda da bura Y-dirsə, 4Y-dən Y çıxanda bura 3Y olur. Yəni belə çıxır ki, heç bunu yazmasaq da tutalım ki, bura olur 3Y. X plus 2 3Y-ə bərabərdirmi? Bəli. Və Y plus 6 da X-a bərabərdirmi? Bəli. Buradan məsələn, bax, başqa rəngdən göstərim. Bu hissəyə fikir versəz, Y plus 6 X-in uzunluğuna bərabər. Yəni, CD üstə gəlsin DB X-a bərabər. Sistem tənlik qursam, bunları biraz normallaşdıraq sistem tənliyi. X çıxılsın 3Y bərabərdir mənfi 2. X çıxılsın Y bərabərdir 6. Alt-alta çıxsam, birinci tənlikdən, bu tənlikdən aşağıdayın çıxıram. X-dən X çıxanda 0, mənfi 3Y-dən Y çıxanda toplanı 2Y, mənfi 2-dən 6 çıxanda mənfi 8, Y bərabərdir mənfi 4. Y tapdıq mənfi 4. Bizdən AB parçasını soruşur. Baxsan bura, AC nəyə bərabər idi? 3Y-ə. 3'ü 3Y-ə 3 vur, mənfi 4. AC parçası, AB parçasının uzunluğu. Biz Y 4 olur, mənfi 4 yox. Çünki mənfi 8'i mənfi 4 yox. 4 eləyir. Bəli. 4. AB nəyə bərabər? AC yəni 3Y üstə gəl Y üstə gəl 6. Bərabər 3 kere 4 12 üstə gəl 4 üstə gəl 6 cavab eləyir 22. Cavab eləyir B variantı. Qəşəng sual idi. Üçbucağın iki daxili bucağı 40 dərəcə və 60 dərəcədir. Məsələn, bir üçbucaq çəkək. Üçbucağın iki daxili bucağı. Biri 40 dərəcədir, biri də 60 dərəcədir. Bu bucaqlara qonşu olmayan xarici bucağı tapın. Biz xassə bilirik ki, iki cürəsi üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabər 100 dərəcə tapmaq olur. Yəni bu alfa bucağı 60 üstünə 40'a bərabər. Bu bucaqlara qonşu olmayan deyil. Bəli. Və yoxdur ki 60-40, onda bura olur 80 dərəcə, onda bura olur 100 dərəcə E variantı. Deməli. A üstə gəl 2 ifadəsinin qiyməti ilə B ədədi qarşılıqlı sadədir.
A üstə gəl 2 ifadəsidir. B ədədi qarşılıqlı sadədir. Bizdən bunu soruşur. Mən bu ifadənin içərisində A üstə gəl 2-ni yaradacağım. Belə bir şey yazıram. 12 A üstə gəl 2. Düzdürmü? Həqiqətən A12-ni çıxartsam mövcud qalacaq. A üstə gəl 2 bərabərdir 7 vurulsun B. Deyir A üstə gəl 2 ifadəsi qiyməti ilə A, B ədədi qarşılıqlı sadədir. Onda belə çıxır ki, buradan da baxırıq ki, 12 ilə 7 qarşılıqlı sadədətlər. Onda belə çıxır ki, A üstə gəl 2 7-yə bərabərdir. A 5-dir. B-dəki 12-dir. A 5, B-də 12. A vur B-nin soruşur, cavab bilir. 12-nin 5-ə vuranda 60. Gəldik 61-ə. Şəklə əsasən x-i tapın. 18, 100 üstə gəl 64. 164. Bura olur kök altında 164. Bizdən x-i soruşur. 14-ün kvadratı 196 çıx 164. Altdan 4 çıxanda 2 2 3 32. X oldu kök altında 32. 32 də 16 vur 2 4 kök altında 2. D. 62 A ədədinin əksi B ədədi və B ədədinin tərsi C ədədi olar. A ədədinin əksi nədir? A ədədinin əksi mənfi A'dır. Mənfi A B ədədidir. Deməli A mənfi B-yə bərabərdir. B ədədinin tərsi isə B ədədinin tərsi nədir? 1 bölünsün 1. C ədədidir. A vur C-ni soruş. Yəni mənfi B vur 1 böl B. Bunlar ixtisar gedir, cavab qalır mənfi 1. D variantı. 63-də çevrə daxilindəki nöqtədən çevrəyə qədər ən kiçik məsafə çevrə çəkək. Çevrənin daxilindəki nöqtədən çevrənin daxilindəki nöqtədən, çevrənin daxilindəki hər hansı nöqtədir. Çevrənin daxilindəki nöqtədən çevrəyə qədər ən kiçik məsafə 4. Məsələn, bu da olsun mərkəzin O nöqtəsi. Çevrəyə qədər ən kiçik məsafə tam ki olsun 4. Ən böyük məsafə 20. Ən böyük məsafə bu K nöqtəsindən, bax bu nöqtədə. Bu nöqtədən mərkəzdən keçən nöqtədir. Ən böyük məsafə. Yəni tutalım ki, biraz səliqəli çəksək, bir dənə çevrənin üzərində mərkəzi O nöqtəsi qeyd edək. Mərkəzi O nöqtədən keçən bir dənə düz xətt çəkək. Və bunun üzərində də bir K nöqtəsi, çevrənin üzərində bir K nöqtəsi. Çevrə daxilindəki nöqtədən çevrəyə qədər ən kiçik məsafə 4. Bax, bu kiçik məsafə 4. Bu hissə. Bu hissə, bax, bu hissə 4. Ən böyük məsafə isə buradan bura kimi məsafədir. Bura nə qədərdir? 20. Çevrənin radiyusu 24. 24 diametrdirsə 12 olur. Radius C variantı. 64-də ədədin 5-2 hissəsi bu ədədin özündən neçə faiz kiçikdir? Deməli, ədədin 5-2 hissəsi, ədədim x-dır. Bilmirəm nə olduğunu. 5-2 hissəsi nədir? 5-2 x-dır. Ədədin 5-2 hissəsi bu ədədin özündən neçə faiz kiçikdir? Ədədim x-dır 100 faizdir. 5-2 x bir A faiz. Dan A-nı tapsaq, 5-də 2-ni 100'ə vurub, bir x da var. Bölməliyik x-in elə özünə. X-lar gedir. 5 gedir. 20 qalır. Delir 40%. Ədədin 5-lik hissəsi ədədin 40%-nə bərabər. Neçə faiz kiçik olur? 60%. 6 kökdəki ədədi A və B ardıcıl tam ədədləri arasında yerləşir. Bax, A və B ardıcıl tam ədədlər. Fikirləşək belə, ədəd oxu çəkək. A və B ardıcıl tam ədədlərdir. 6 kökdəki də yerləşsin, tutam ki burada. 6 kökdəki. Bir dənə düşünək. 6-nı kökün altına salsaq nə eləyir? 36 2-yə vursaq 72-dir. 72-dən kök nə çıxır təxminən? 72-dən kök çıxır 8 tam nə qədərsə. Belə. Deməli, A və B ədədlərinin cəm ardıcıl tam ədədlər bu 6 kökdəki 8 tam nə qədərsə bir ədəddirsə, deməli A 8-dir, B də 9.
Bu ədəddən cəmi soru 809, 17 E variantı. Cədvələ əsasən A və B çox həddisinin əkobunu tapın. Bax, A çox həddisi nəyə bərabərdir? Birinci vuruğu x-dır, ikinci vuruğu x çıxılsın 1. Bəs B çox həddisini birinci vuruğu x çıxılsın 1'dir. Sonuncu vuruğu x plus 1. Əkob istəyirmi bizdə? Məsələn, bu iki çox həddinin əkob x vur, x çıxılsın 1. X çıxılsın 1, x üstə gəl 1. Əkobda belə bir xassə verir ki, ortaq vuruğu mörtəzə xaricini çıxarda bilərəm. Yəni, x çıxılsın 1-i mörtəzə xaricini çıxarda bilərəm. Çıxartdıq. X çıxılsın 1-i mörtəzə xaricini çıxardanda qalır belə. Əkob x plus 1. X-dən x plus 1 necə ədəddir? Ardıcıl ədədlərdir. Onda qalır x çıxılsın 1, vurulsun x. Bunun mörtəzəyə heç ehtiyac yoxdur. Vurulsun x üstə gəlsin 1. X çıx 1'i x üstə gəl 1'ə vuranda x kvadrat çıx 1 olur. Bunu da təzədən x-a vursam x kubu çıx x olmuş olur. Cavabımız olur A variantı. Hansı bir həddin qüvvəti ən kiçikdir? Bir həddinin qüvvətini tapmaq üçün üstləri toplamaq lazım. Məsələn 12 üstə gəl 1, bu eləyir 13. Bu eləyir 12. Bu da eləyir 12, bu da eləyir 12, bu da eləyir 11. Ən kiçikdir deyir. Ən kiçik gördük ki, buradan C variantıdır. 144 dərəcəlik kor bucağın daxilindən keçən şuva. Bir dənə 144 dərəcəlik bir bucaqdır. Daxilindən keçən şuva onu 2K 7K nisbətində bölür. Alınan bucaqların kiçiyini tapın. Cəm 9K bərabərdir 144'ə. K bərabər deməli 1 9 54'də də 6. 9 kere 6 54, bəli 16. Alınan bucaqların kiçiyini tapın. 32 dərəcə. Kiçiyi 2K daxı. Diqqətli olmaq lazımdır. 69. Çevrə xaricindəki nöqtədən bu çevrəyə çəkilən iki toxunan arasında bir dənə çevrə çəkək. Çevrənin xaricinə bir nöqtə və çevrəyə 2 dənə toxunan. Belə. Belə. Bax indi. Çevrənin xaricindəki nöqtədən, məsələn A nöqtəsindən çevrəyə çəkilən iki toxunan arasındakı bucaq alfa olarsa toxunma nöqtələri məsələn olsun B və C nöqtəsi. Çevrənin bölündüyü qövslərin böyüyünün alfa ilə ifadə edin. Yəni tutalım ki, səndən BC qövsü. Bax bu qövsü səndən. Bu qövsü alfa ilə ifadə eləməyimizi istəyir. Biraz kiçildək bunu. Bu qövsü səndən alfa ilə ifadə eləməyimizi istəyir. İfadə eləyək görək. Necə ifadə eləyəcək bunu indi? Deməli, mən bura bir x yazsam, bura bir y yazsam, x, y yazsam, alfa bərabərdir x çıx y bölü 2'yə. X çıx y nəyə bərabər? 2 alfaya. Eyni zamanda da x üstə gəl y nəyə bərabər? 360 dərəcə. Çünki tam çevrəni verir axı. X və y qövslərin cəmi 360'ı verir. Bunları alt-altı toplasam 2x bərabərdir 2 alfa üstə gəl 360. X bərabərdir alfa üstə gəl 180 dərəcə. Məndən nəyə soruşur? X-i soruşur. Alfa üstə gəl 180 dərəcə. B variantı. 70'də bizdən nə istəyir? Deməli, belə deyək. Gəl bunun kök altından açaq hələ bir. 12'nin kubu çıx 9'un kubu mən yazıram belə. 12 çıx 9, 12'nin kvadratı. Üstə gəl 12 vur 9, üstə gəl 9'un kvadratı. Çıx 3 vur 12 vur 9'a. Bərabər. 12'dən 9'u çıxanda 3 qalır. Buradan hər ikisindən 3'ü mən mörtəzə xaricinə çıxartsam ifadəm belə olar. 3. Yəni buradan da bax, buradan da 3'ü çıxardıram. Burada da 3'ü çıxardıram mörtəzə xaricinə.
Onda 3'ü çıxartdıq. Nə qaldı? 12'nin kvadratı üstə gəl 12 vur 9, üstə gəl 9'un kvadratı çıxılsın 12 vur 9. Aşağıda da qaldı 3. 3'lər getdi. Qaldı kökün altında. Bu 12 vur 9'lar da getdi. 12'nin kvadratı üstə gəl 9'un. 12'nin kvadratı 144, 9'un kvadratı da 81. 225. 225'ten kök çıxır 15. Bunun cevabı elədir 15. 71'də. Deməli bizdən 71'də nə istəyir? Aha. 71'də belə bir şeydir. X çıx Y 12 ifadəsinin qiymətinə bax. X çıx Y-in yerinə mən gətirib yazıram 12. Üstə gəl 3'də 1. Vurulsun. Burada Y çıx X. X çıx Y 12 isə Y çıx X mənfi 12'dir. Çünki mənfiyə bir dənə mənfi gəlməlidir. Qabaq. Bunu vuran mənfi 12'yə. Bunlar getdi. 12 üstə gəlsin. Daha doğrusu 12 çıxılsın 4. Cavab nədir? 8. Dövrü onluq kəsirinə bərabər olan adi kəsirin sürət və məxrəcinin cəminin ən kiçik qiymətini tapın. Dövrü onluq kəsirinə bərabər olan adi kəsir. Bir dənə dövrü onluq kəsir. Deməli 35 nə deməkdir? 90'da 35 çıx 3. 32. Dövrü onluq kəsirinə bərabər olan adi kəsirin sürət və məxrəcinin cəminin ən kiçik qiyməti. Ən böyük soruşmaz ki, əlbəttə ki, ən kiçik soruşar və adi kəsir. Adi kəsir deyirsə qabağında mənfi də olmayacaq. Ona görə nəzərə almaq lazımdır. Bunu mən 2 ixtisar aparsam nə qalır? 16'da 45. Başqa nəyə ixtisar gedir? Heç nəyə. Cəmin soruşur. 45 üstə gəl 16. 1 61 eləyir də. Sərf eləmirəmsə bəli cavab olur 61. 73'də AB və CD və TL P nöqtəsini kəsişir. Bunu yaxınlaşdıraq. PB 8 verib, hər şey verib göz qabağındadır. Şəklə əsas AP-nin neçə santimetronu da buranı soruşur məndən. Xassəni bilirik biz. X vur 8, bax bu 8'ə bərabərdir 12 vur 12'yə. Yəni bilməyənlər üçün də, unudanlar üçün də deyim bunu, təkrar olsun. Deməli, tutalım ki, bura A, bura B, bura C, bura D, burada bir P nöqtəsidirsə, AP-nin baba AP buradır. PB-yə PB buradır. Bərabərdir CP-nin PD-yə. Yəni bu xassəni unutmayın. Bu xassə çevrənin xassəsindədir. Yəni önəmli xassədir. Sualda görürsünüz ki, istənilən vəziyyətdə düşə bilər. İndi burada da yenə də olur x bərabərdir 144 böl 8'ə. Bir dəfə 8 64'də də 8'ə. Cavabladı 18. İfadəsinin qiymətini hesablayın. Bura bitdi mi? Bəli. İfadəsinin qiymətini hesablayın deyir. Belə. Bunun hamısını mən bir kökün altına salsam nə dəyişər? Gəl salaq kökün altına. Məsələn, 6 kök altında 64 üstü 5. Belə yazıram. Üstə gəl 5 kök altında 32 üstü 4. 4 kök altında 16 üstü 3. 3 kök altında 8'in kvadratı. Bir de kök altında 4. Gəl açaq. 64 nədir? 2 üstü 6'dır. Düzdür mü? Düzdür. Onda olur belə. Əlbəttə 5 dən 6'nın yerini dəyişəcəm. Yazacağım belə. 2 üstü 5 üstü 6. Nəticədə 30 eləmir. 2 üstü 6'dır da. Bəli, yerini dəyişdim. Üstə gəl. 5-ci dərəcədən. Bu da 2 üstü 4 üstü 5 yazıram. Üstə gəl. 4-cü dərəcədən 2 üstü 3 üstü 4 yazıram. 3-cü dərəcədən 2 üstü 2 üstü 3 yazıram. Bu da üstə gəl 2 kökün altından çıxır 4'dən. Bunlar gedər. 2 üstü 5 32 çıxar. Gedər 16 çıxar.
gedər 8 çıxar. Gedər 4 çıxar. Burada da 2 qalar. Deməli hesablasaq bunu biz 16-ın üstünə 4 gələndə 20, 16, 4, 8, 32, 40, üstə gəl 2. Cavab elədi 62. 62. Gəldik bu suallara. Vəssalam. 75-də. Gör nə deyir. Məktəbin 10-cu sinif şagirdlərindən 80-i dama və şahmat dərnəyinə gedir. 2 dənə yenə də çoxluq çəkək. 2 dənə çoxluq. Aha. 2 çoxluqda. Aha. Deməli, burada nə deyir? Dama və şahmat dərnəyinə gedir. 80-i dama və şahmat dərnəyinə gedir. Yəni toplamda dama üstə gəlsin, şahmat 80 nəfər gedir. Bu şəriqdən 20-si yalnız şahmat. 20-si yalnız şahmat. Görürüz, yalnız şahmatı bura yazdım. 45-i isə həm dama, həm də şahmat dərnəyinə gedir. Bax, 45 dənə uşaqlar bura gedir. Bax, kəsişli hissə deyək də, həm şahmat, həm dama. Bunun təkcə şahmat, bax, buradır, sarı. İşarə elədiyim yer. Təkcə şahmat. Burada yazaq. Təkcə dama. Belə bir sizin üçün rəhliyim ki, öyrənə biləsiniz. Yəni, sıxıntılı bir şey olmasın burada. Belə. Belə. Bu da təkcə dama. İndi gəlin, baxaq göyə başqa nə deyir. 20-si şahmat, 45-i isə həm dama, həm də şahmat. Yəni 80 nəfərin 45%. X bərabərdir 80 vur 45 böl 100-ə. Bunlar getdi. 8 kere 5 40. 8 kere 4 32 36 böl 10. Bunlar getdi 36. Yəni 36 nəfəri 36 nəfəri həm deməli düz yazdıq mı 8 kere 5 48 bəli 36 nəfəri həm şahmat çünki 45% deyir də həm də dama dərnəyinə gedir 45% isə həm dama həm də şahmat dərnəyinə gedir. Hər iki dərnəyə gedən şahidlərin neçəsi? Deməli, təkcə damaya neçə nəfər qalır? 36 üstə gəl 20. 56, 80 belə 24 nəfər qalır da. 24 nəfər qalır ki, təkcə damaya gedir. Deyir, hər iki dərnəyə gedən şagirdlərin neçəsi şahmat dərnəyindən çıxsa, yalnız dama dərnəyinə gedənlərin sayı hər ikisinə gedənlərin sayından 2 dəfə çox olar. Yəni, hər iki dərnəyə gedən şagirdlər, söhbət buradan deyir. Bax, bu qırmızı verdiyim hissədən. Şagirdlərin neçəsi şahmat dərnəyindən çıxsa, avtomatik şahmatdan çıxsa təkcə damaya gəlir. Deməli, 36-dan x çıxıram, neçəsi çıxsa, çıxan kimi avtomatik təkcə dama dərnəyinə qalır. O 24 üstə gəlsin x. Yalnız dama dərnəyinə gedənlərin sayı hər ikisinə gedənlərin sayından, yalnız dama dərnəyinə gedənlərin sayı hər ikisinə gedənlərin sayından 2 dəfə çox olar. Vur 2-yə. Hər ikisi. Deməli, buradan olur 72 çıx 2x bərabər 24 üstə gəl x. Olur 3x bərabərdir. Mənfi 3x bərabərdir. 72-dən 24 çıxanda mənfi 48. X də bərabərdir. 16 nəfər. Cavab 16. Qəşəng sual idi. Bu belə. 40 qram 8% duz məhluluna 6 qram su və 4 qram duz əlavə etdikdə. Deməli, məhlul məsələsidir. Bilirəm ki, biraz çətinlik çəkdiyimiz məsələlərdəndir bunlar. 40 qram 8% məhluluna. Gəl belə deyək. 40 qram birinci mən 100%'dir. Bunun tərkibində duzu tapaq. Duz. 8% duz məhluluna. 6 qram su, 4 qram birinci duzu tapaq. Deməli, duz bərabərdir.
40 vur 8 bölünsün 100. Bunlar getdi 3,2. 3,2 qram nədir? Duzdur. 6 qram su və 4 qram duz əlavə etdik. 6 qram su, 4 qramla duz əlavə eləyirəmsə, toplamda məhlula mən 10 qram əlavə bir məhlul əlavə eləyirəm. Və onda məhlulum olur nə qədər? 50 qram. Yeni alınan məhlum yenə 100%-dir. 4 qram duz əlavə etdikdə neçə faizdir məhlul alınar? 3,2 qram var idi. 4 qram da əlavə elədim. Nə qədər oldu? 7,2 qram. Burada nə qədərdir? X faizli məhlul alınır. Başa düşdünüz yəni ki, 40 qram məhlulum var idi, 10 qram da əlavə elədim. Oldu 50 qram. 50 qram 100 faizlidir. 7,2 qram da ümumi oldu. 3,2 var idi, 4 qram da duz əlavə elədim. X-i tapaq. Deməli, 50, 100 vur, 7,2. Bunlar getdi. 2 cavab elədi 14,4. Bəli. Cavab oldu 14,4 qram. Əla. 14,4 qram. 77-də B, A, C nöqtələri ədəd oxunda soldan sağa doğru ardıcıl yerləşir. Deməli 77-də B, A, C nöqtələri ədəd oxunda soldan sağa doğru bir dənə də doğru çəkib formada. B, A, tam ki bu da C nöqtələri soldan sağa doğru ardıcı yerləşir. Deməli A nöqtəsindən 14 volt məsafədə yerləşən B və C nöqtələrinin koordinatları cəmi 32-yə bərabər. A nöqtəsindən biraz yaxına çəkək. Fikirləş ki, deməli A nöqtəsi buradadır. Belə. Məsələn, A nöqtəsində 14 volt məsafədə yerləşən, A nöqtəsində 14 volt məsafədə yerləşirsə, tam ki A nöqtəsi bir x-dırsa, x çıx 14. C nöqtəsi də 14 volt məsafədə yerləşirsə, C nöqtəsi də x üstə gəl 14 olur. Düzdürmü? B və C nöqtənin koordinatları cəmi 32, yəni x üst çıxılsın 14, üstə gəlsin, x üstə gəl 14, bərabər 32-yə. 2x bərabər 32, x bərabər 16. X oldu 16. Sonra, yəni A nöqtəsi 14 üzərində yerləşir. Bizə deyir ki, B və C nöqtələri arasında yerləşən. Deməli, biz x-i tapdıq 16. X 16 tapdıqsa, belə deyək ki, onda B nöqtəsi olur. 16-dan 14 çıxsam 2. B nöqtəsi oldu 2. C nöqtəsi neçə olur? 30. 30. Bu belə. Bu qalsın bizim yaddaşımızda. Kiçildək qoyaq kənara. Çünki əlavə şəkil çəkməliyik. Yəni B-ni 2 tapdıq, C-ni 30. Sonra bizə deyir ki, BD və DC. Yəni yeni bir dənə ədəd oxu çəkək. B D, tam D olsun. Bu da olsun C. BD və DC məsələn 2K və 5K şərtini ödəyən D nöqtəsinin koordinatını tapın. B nə idi? 2. C nə idi? 30. Bunlar arasında məsafə nədir? 30-dan 2 çıxanda, yəni BC arasındakı məsafə 28-dir. Bunda 2K'nın üstüne 5K gəlində nə eləyir? 7K 28, K bərabərdir 4. Onda belə çıxır ki, BD 8-dir, DC 20. Düzdür? Bəli. İndi deməli 8 oldu, 5 kere 4'də 20. D nöqtəsinin koordinatı, D nöqtəsinin koordinatı. Buradan bura kimi 8'e kimi 2 vaitdir. 8'dən C 30'a kimi 20 vait məsafədirsə. Ha. Onda 2'dən 8 vait məsafədə olan ədəd nədir? 10. Ondan da yenə də 30'a kimi 20 vait gəlməyəm ki 30 iləsinə. Deməli D nöqtəsinin koordinatı nə olur? 10. Çox gözəl bir sualdır.
Gəldik deməli 78-ə. 78-ə nə deyir? Perimetr 60 sm olan bərabər yanlı üçbucağın bərabərli üçbucağın yan tərəfi oturacağından 2 dəfə böyükdür. Oturacaq x-dırsa yan tərəf 2x. Perimetr 60-dırsa, deməli 4, 5x bərabərdir 60-a, x bərabərdir 12-yə. Onda bir yan tərəf 24'dür, digər yan tərəf 24'dür, oturacaq da 12. Bu üçbucağın yan tərəfinə çəkilmiş, yan təmizləyək artıq, ehtiyac yoxdur. Belə deyək. Belə. Gör nə deyir. Bu üçbucağın yan tərəfinə çəkilmiş tənbölənin, yan tərəfdən ayırdığı kiçik parçanın uzunluğunu tapın. Məsələn, ayırıb tutalım ki, bura bir x olsa, x yazmayaqdır. Bu yazsaq da olar, sıxıntı yoxdur. Bu nasıl ilə? X olsa, bura olur 24 çıxılsın x. Yan tərəfdən ayırdığı parçanı deyir də. Tənbələnin xassəsini biz bilirdik. Tənbələnin xassəsi necə idi? Xatırlatma eləyim. Unudanlar üçün belə bir şeydir. Deməli, məsələn, tutalım ki, bura A, bura B, bura M, bura N-dirsə, A-nın M-ə nisbəti B-nin N-ə nisbətinə. Bu tənbələnin xassəsi. Burada da tənbələnin işarəsi var. Bu da tənbələndir. Ona görə 24'ün 24 çıx x-a, 12'nin x-a nisbəti. İndi bu xassədən istifadə eləyib biz buradan tapaq 24 x-a vuranı 24 x bərabər 12'nin 24'ə vuranı 24 vur 12. 2 kere 4 8, 2 2 4, 1 kere 4 4. Deməli 1 kere 2 2, 8 8 2 288 çıx 12 x-a. Keçirsəm 36 x 288'e x də bərabərdir 8. Bizə nəyi soruşur? Kiçik tərəfi soruşduğu üçün deməli cavab olur 8. Çox hədsin vuruqlarından biri x plus 2 olarsa digər vuruğunu tapın. Əgər x plus 2 vuruqdursa, dəfələrlə demişəm ki, hər hansı bir çox həddinin tənliyin vuruğu verilibsə, sən buradan vuruğun birin sıfıra bərabərləşdi, x-i tapdıq -2. Gətirib -2-ni x-in yerinə qoyub sıfıra bərabərləyə bilərsin. -2-nin kubu nə eləyir? -8. -2'nin kvadrat 4 üstə gəl 16 çıxılsın 8'i -2'ye vuranda 16 üstə gəlsin k bərabərdir 0. 16'lar getdi. K bərabərdir 8. K'nı tapdıq 8. Gətirib yerinə qoysam x kubu üstə gəl 4x kvadrat üstə gəl 8x üstə gəl 8. Vuruqlarından biri x plus 2 olarsa digər vuruğunu tapın. Bunu vuruqlara ayırmaqda olar. Və yaxud da başqa cür necə elə. Məsələn, bunu ayrı-ayrı vuruqlar. Deməli, biz əslinə qalsa bunu iki cür həll eləmək olar. Ya ortaq vuruq çıxardıb həll eləmək olar. Ortaq vuruq çıxardıb. Ya da elə bu çox həddini x plus 2'ye bölə də bilərik. Məsələn, çox həddinin çox həddiyə bölünməsi. Ən yaxşı metodu budur. X plus 2'ye bölürəm. Birincini bölsəm, x kvadratına vuraram. Olar x kubu üstə gəlsin 2x kvadrat. Çıxsam, x kubla gedir. 4x kvadrat, 2x kvadrat çıxsam, 2x kvadrat qalır. 8x'i düşürəm aşağıya. Vururam bunu 2x'a. Olur 2x kvadrat. Üstə gəlinsin 4x. Çıxsam, 0 üstə gəlinsin 4x. 8. 4'ə vururam. 4x üstə gəl 8 elədi 0. Digər vuruğunu tap, digər vuruğunu tapdıq. X kvadrat üstə gəl 2x üstə gəlsin 4. Digər tərəfdən də yenə də vuruğa ayırmaq olar məsələn. Onu da göstərim sizə. Vuruğa ayırmaq da necə həlləmək olar. Məsələn, vuruğa ayırmaqdan buranı silək. Yəni bildiniz də, əgər hər hansı tənliyin vuruğudursa, çox həddin vuruğudursa,
çox ədlin vuruğudursa. Bilin ki, həmin vuruğu sıfıra bərabərləşdirib x-in yerinə yazmaq lazım ki, hər hansı bir işarəni tapa biləsin. İndi, bəs burada nədir məsələ? Biz nə almışdıq? X kubu üstə gəlsin 4x kvadrat, üstə gəlsin 8x, üstə gəlsin 8. Qruplaşdırma aparacağım. Qruplaşdırma necə aparacağım? X kubundan 8-i qruplaşdıraq. 4x kvadratdan 8x qruplaşdıraq. Görək bizə nə verir? X kubu üstə gəl 8-i qruplaşdırsam. X üstə gəlsin 2'yi açsam. X kvadrat çıxılsın. 2. Çünki 8 nəyin kubudur? 2'nin kubu. 2 kız üstə gəlsin 4. Buradan da 4x'i çıxartsam mörtəzi xarica nə qalar? X üstə gəlinsin 2. Sonra təzədən x üstə gəl 2'ni mörtəzi xaricini çıxartsam nə qalar? X kvadrat çıxılsın 2x üstə gəlsin 4 üstə gəlsin 4x. Bunu deməli nə eləyir? 2x x kvadrat üstə gəlsin 2x üstə gəlsin 4. Yəni gördünüz ki, burada nə almışıqsa elə sağda göstərirəm. Burada da eyni ifadəni almış. Çoxadan çoxadıya bölünməsi çox gözəl bir həll üsuludur. Onu da bacarmaq lazımdır. Bölməyi də göstərdim burada. Belə. Keçdik 80-ci suala. Çevrə daxilində kəsişən iki vətər. Bir dənə çevrə çəkək. Belə. Çevrə daxilində kəsişən iki dənə vətər çəkək. Bir dəqiqə. Belə. Çevrə daxilində kəsişən iki vətər bu çevrəni 3, 3, 3 və 11. Məsələn 3K və 11K nisbətində 4 qövs ayırır. Bu vətərlər arasındakı kör bucağı tapın. Bunların hamısını toplasam, vətərlər arasındakı kör bucağı soruşsa bu alfanı soruşur da bizdən. 3, 3, 3, 9K eləyir 20K bərabər 360. K bərabər 18. K'nı tapdıq 18. K ilə olur 18. Kör bucağı soruşsa bu alfanı tapmaq üçün biz nə etməliyik? 11K'dan üstünə 3K'nı gəlib 2'yə bölməliyik. 14 eləyir 7K. 7 vur 18. 7 kere 8 56. 56. 7 kere 1 7 12. Cavab elədi 126 dərəcə. Kör bucağı soruşur. Bəli 126 dərəcə. Keçdim 81 və sonuncu sualdır. Bu sınağın da izahını uşaqlar paylaşacağım. Bu sınaq nisbətən, yəni dəyərin sınağına nisbətən zaten, amma bunun içində də çox gözəl suallar var. 81'e keçim. İfadəsini sadələşdirin. Gəl belə deyək bunu. 7 üstü 3'də 1, 7 üstü 9'da 1, 7 üstü 18'də 1. Birincisin, hələ ki bunu məsələn normal vəziyyətə gətirək, bərabərdir. Üstlər toplanırdı. Əmsallar bərabərində üstlər toplanır. 3'də 1, 9'da 1, 18'də 1. 7 üstü ortaq nədir? 18. 6'ya vurmalıyım, 2'ye vurmalıyım. 6 üstü 2 gələndə 8, 9. Bunlar getdi 7 üstü 2'də 1. Qaldı 7 üstü 2'də 1. Digər tərəfdən bunu. Bax, kök altında 2 vurulsun 3 plus kök altında 2 vurulsun 6 çıx kök altında 8 verib mənə. Bax, mən bunu indi göstərəcəm sizə. Bu tərəfi çəkim. Bax, mən bunu kökün altına salsam, yəni bu təkcə 2 girəcək də kökün altına. Düzdürmü? Bu 2 kökün altına vurmaq kimi, hasıl kimi girir. Mən bu kök altında 2'ni kökün altına salıram. Bax, burası alıram bunu. Onda olur belə. 2 vur, 3 üstə gəl kök altında 2 vurulsun 6 çıx kök altında 8.
olan belə olur. 2 3 vuranda 6 üstə gəl 2 kök altına. 2 kök altında 2 nədir? 2 kök altında 2. Elə kök altında 8 deməkdir. Vur 6 çıx kök altına 8. Kök altına 6'nın 6'ya vuranda 36 çıx 8. Düzdürmü? Bir kökün altında. Bu deliyə 36'dan 8 çıxan nə qalır? 28. 28. 28 de 2 kök altında 7 deməkdir. Olur. Bu da kök 7 üstü 2'de 1 de kök altında 7'dir. Bu da 2 kök altında 7'dir. 7 cevap qaldı. 2'de 1. Vəssalam, cavab oldu 2'de 1 və yaxud da 0,5. Belə uşaqlar. Qəşəng sınaq idi. Plusdəki hələ bu sonda olan açıq suallar da çox mükəmməl suallar idi. Bacardığım qədər yavaş və aslan tipdən izah elədim ki, anlaşılıqlı olsun. Belə, sağ olun, uğurlar.